filmlərdən, seriallardan bir izləyici kim danışacaq? Ruslan Abbaszadə, Əminə Mikayılova. Firdə sonuçta materialistikdir. Ona baxıb ad qoyublar insanlara materialistik. Firdə bistik olmalıydı əslində. Yəni yanıq, kaftar, nəfsinə sahib çıxa bilməyən bir adamdır. Günahkar Behlüldür. Behter el qızıdır da. Qızı Ay, deyil. yad qızıdır. Hə, yəni. Onun ürəyi yanmaz ki. Məcburi ki, məndən bərabər olsan. Yazıb belli İstəyirəm də, istəyirəm. təcavüzə uğruyor bir sözlə. Soruşun niyə? İşirə də baxmazsın. Özdə evin içində konstatutu var. Cəmilə də çox qəribə obrazdır. Cəmiləni takdir edirəm bu barədə. Yəni Cəmilə həddini bilir. Ən əsası odur ki, həyatı istədiyiniz kimi yaşayın bəsdir. Yox. Sonda intihara gəlib çıxır Behter kimi. Zehirli sarmaşıqlarımdan arındım. Sən özün nəsən ki? Bilirsiniz də orijinal deyil. Roman əsinlənib başqa romanlardan. Yəni pul olandan sonra hər şey eləyə biləcəyin inancı. Bu yayımı 24/7'nin və İkona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Bugün Protax'ın yeni rubrikasında bir yerdəyik. Bu rubrikamızın adı Unprotax'dır. Biz burada filmlərdən, seriallardan, həm xarici, həm də Azərbaycan seriallarından danışacağıq. Həm Azərbaycan, həm xarici filmlərdən danışacağıq. Amma biz bunları danışarkən bir kinoman kimi, bir mütəxəssis kimi danışmayacağıq. Bir izləyici kimi obrazlardan, baş verən hadisələrdən danışacağıq və ona görə də adımız Unprotax'dır. Unprotax'ın üzvləri Ruslan Abbaszadə, Əminə Mikayılovadır. Salam uşaqlar, xoş gəlmisiniz. Salam Neyl. İstəyirəm ki, bugün Aşk-ı Memnu serialından danışaq. Çünki həm viral olmuş, həm bilinən serialdır. Birinci bilinən seriallardan başlayaq. Növbə hamısına çatacaq da, onsuz da xarici seriallarda çatacaq, filmlərə də çatacaq. Kommentlərə yazsınlar növbəti kim. Hə, növbətin nə hansından danışmağımızı istəyirsinizsə, kommentlərdə yaza bilərsiniz. Xarici şeylər yazın. Yaza bilərsiniz, hə, hamısını danışa bilərik. Türk də xaricidir də. Hı? Amma yəni bilinir deyə onlardan Adam qardaşına xarici deyir, görsən. Qardaş ölkədir, nə edirsən? İzləmisiniz Aşk-ı Memnu? İzləmisiniz Aşk-ı Memnu? Hə. Şübhəli. 2 bölüm. Mən 2 əslində bölüm, qısa bölüm, özət, qəşəng. Bəs Bütün temalar bildin bilirəm. hamısını. Bütün Hakim temalar mən hakim mövzuya ol. bu dəqiqə. Əslində Aşk-ı Memnu elə bir serialdır ki, izləməyən insan belə izləmiş kimi var. Çünki ona çox məruz qalmışıq. Həm sosial mediada, hər yerdə, yəni Aşk-ı Memnu haqqında reelslar görürük, videolar görürük deyə. Yəni izləməyən belə izləmiş kimidir. Amma yəni yayımlanan vaxtı 2008-2010 arası idi məncə. O vaxtı mən izləyə bilməmişdim. Sonra yay tətillərində həmişə bilirsiniz də verirlər bunu. Orada da yəni oradan-buradan tam izləməmişəm. Bir də ki sosial mediada videolarını görmüşəm, amma yəni bilirəm, hər şeyi bilirəm. Mən Haqqında. günü izləyirdim 2008-də. Və yayınlanan vaxtı. Yayınlanan vaxtı bizdə Türk kanalları tutmurdu. Biraz fakirdik. Məncə nə? Az can kanallarına baxırdı. Ona görə izləyə bilməmişdim. Mən Disney Channel-a baxırdım o vaxt həmin saatlarda. Sən yaşın az idi də balam. Nə? Deyil. Sən yaşını o düşürdün. Yox, Disney Channel-da şey gedirdi, gençlik diziləri gedirdi, onlara baxırdım. Bizdə nə Disney Channel tutmurdu, nə Türk Channel tutmurdu, heç bir channel tutmurdu. Biz Axşam aynəsi biz zorxanaya məcbur baxırdıq. aynısı baxırdıq. O vaxtı onun final bölümü əməlli başlı belə Bilirəm, hə. sensasiya yaratmışdı da, yəni. Yadımdadır, hə. Deyəsən ilk belə yox, əslində ilk deyil. Amma elə bir ki adətən seriallar xoşbəxt sonluqla bitir axı. Çox Qurtlar Vadisi bədbəxt sonunda bitir demək olar ki, baş edib. Qurtlar Vadisi axırı kim baxan yoxdur axı. Belli bir yerə kim Hə, sonu baxıblar, final. sonra atıblar, ona görə nə bilim nəsə elə bir ki. Məncə başqaları da var. Sensasiya Şey var idi, yaratmışdı. Acı Həyat, qız öldü orada da. Hə, bir də O o yoxdur vaxtı Aşk-ı Memnunun final bölümünün ssenarisi yayınlanmışdı. Bir gün falan öncədən. Spoil olmuşdu. Hə, əməli başda hər Likləmişdilər. şeydə belə nöqtəsinə virgülünə kimi, yəni orada yazır məsələn. Game of Thrones və Aşk-ı No Memnu. Twitterda sızdırılıb o. Əməli video. başda sızdırılmışdı Vay işte. Nihal nəfəs alaraq qaçır belə meteorizdə falan hamısı da, yəni hamısı var idi. Onunla belə final bölümü Promptu sensasiya yazıb yaratdı. var, Mən elə eşitmişəm Trend ki, oldu. final bölümündə şeylə Türkiyə Cümhuriyyəti şey var, Milli Məclisli. Orada nazirlər, Milli Məclis üzvləri, deputatlar oturub seriala baxırmışlar gizlin-gizlin. Yəni sonra şey əsəbləşib, Milli Məclisin böyüyü əsəbləşib ki, Kurtlar Vadisi demişkən Aşk-ı Memnu o vaxtı yayınlananda Kurtlar Vadisinin eyni gündə yayınlandı. Doğrudan? Hə, yəni Ondan belə reyting çakışması falan var idi. Oppenheimer'dan şeydə Barbie-də hər gecə. Doğrudan ne? Hə, doğrudan elə bir şey. İlk Oppenheimer Türk denemesi. Yəni orada reyting çakışması falan da var. Yəni reytinglərdə məsələn həmişə birinci gəlmirdi. Deyəsən Axşam Kurtlar evdə Vadisi davalar birinci oldu. gəlirdi. Kişi deyib ki, Kurtlar Vadisi'ni atar. Nə ailələr dağılıb bu seri. Bizcə banası gilə Bəlkə əksinə ola bilər. Yəni
Niyə cinsiyyətçilik edir ki burada? Nə? Bəlkə kişi deyib mən aşk memnuniyə baxıram. Ola da bilər. Yes. Ola da bilər. Mən baxanmamışam. Bəs sizcə bu serialda ən günahkar obraz kim idi? Bu serialda Mən günahsız soram deyəcəm. Siz deyin soram bu deyəcəm. serialda günahsız obraz ancaq Dorukdur yəqin, o uşaq. Hamı da günah Ya, görürsən. heç kəs günahsız deyil də, hə. Hə, Bülent. Amma yəni Bülent nə var yaxşı. Yazmış Bülent axtarmış. axırdan axıra çox qapı bir zad bir dinləyir. deyə günahkar idi. Əlində yəni. uşaqdır da ortalığı onun. çox qarışdırır Bülent axırdan axıra. Heç masum Şuluqluq deyil. eləyir. Hə, çox şuluqluq eləyir. Məncə yəni bu serialda çox günahkar var idi, amma ən böyük günahkar Behlüldür. Niyə görə? Çünki Behlülün əmsinə xəyanət etməsi daha böyük günah idi, nəinki Bihter'in ərinə. Çünki Bihter el qızıdır da. Şeyi kişini Yad qızı deyir. Yad qızıdır. Hə, yəni. Onun ürəyi yanmaz ki. Vallahi yəni Adnanı biri tanımırdı heç o. Amma Hə. Behlül 15 ildir, 20 ildir şey Adnan böyüdüb. Yəni onu səfirlikdən, nə bilim, yetimlikdən xilas edib, öz uşaqları kimi böyüdüb, ona təhsil verib, öz uşaqlarını ayırmayıb, pul, hər şey töküb ona. Yəni Behlül nə qədər şərəfsiz, nə qədər ikiyüzlü, nankör, yediyi qaba tükürən bir insan. Yəni gördüyüm türk serialları içərisində ən şərəfsiz, ən yalançı, ən qorxaq baş qəhrəman Behlüldür yəni. Yaxşı. İkinci ağlıma Versə gəldi. öldürər yəni. Versə Behlül öldürər. hə, Hə, nifrət, Behlüldən nifrət. Bəs yaxşı, məsələn heç nəsə onda nəyəsə haqq qazandırmırsan ki, eşq, sevgi, yəni hisslər də necə Yəni mənasız? Behlül dərinliyi olmayan bir insandır. Emosional dərinliyi yoxdur. O insanda eşq mən inanmıram, sevgi yox idi. Sadəcə o instinktlərlə hərəkət edən bir insandır, cinsel dürtülərlə hərəkət edən bir insandır. Yəni onun heç draması mənə keçmir. Yəni nə edib, nə olur olsun, əmsinə bunu eləməməli idi. Yəni onun mən draması. Bir də ki, ümumiyyətlə Bihter'in də Behlülə aşiq olması mənə çatmır. Bihter kimi xarakterli qadın, yəni xaricdə oxumuş, Amerikada oxuyub gəlmiş qadın, personality'si, yəni şəxsiyyəti olan bir qadın, Behlül kimi emosional dərinliyi olmayan, intellektual birikimi olmayan, şəxsiyyəti olmayan, güclü şəxsiyyəti yox idi. Çünki qorxaq yalançı bir insan idi. Olmayan bir insan necə aşiq olub, belə sual altındadır yəni. Məncə bax məsələn başda təsirlənməsi çox normal. Kıvanç Tatlıtuğ evin içində Kıvanç Tatlıtuğ var bir dənə düşünün və belə tutqulu bir insanda Adnan da sıxıcılığının yanında bir etkilənməsi normaldır məncə də. Amma sonradan görürsən ki, çox qorxaqdır, çox şəxsiyyətsizdir falan. Yəni bir soyuma gəlməlidir, amma Bir orada insana takıntı yaraşıqlı eləyir də, olduğuna görə, obsessiv yaraşıqlı olur. olduğuna görə aşiq qalmaq olmur. Yəni ancaq o birinci Yaraşıq və cazibə. tutqu, yəni o bir çəkici gələ bilər də adama, bir şey eləyə bilər. Ancaq Yəni. yəni birinci cazibə üçündür. Sonrakı mərhələdə yəni elə bir şərəfsiz insana aşiq olmaq olmaz. Sualımız nə idi? Deyir, Günahkar kim? günahkar kimdir? Günahkar nəyə görə günahkar sayılır? Məsəl üçün mən Əminənin dediklərində bir dənə şey haqq verə bilərəm ki, kinodakı belə ən səhv xarakteri kim idisə, yəni düzgün hərəkət eləməyən Behlül idi. Orada ona qatılıram. Amma bir də var ki, verdiyin sualda günahkar kimdir? Yəni ssenarinin belə bitməyinə əsas yəni səbəb. sonda bir faciəvi bir Behlül sondan bitdi. Behlül. Səncə? Məncə Behlülün orada şeyi var idi ki, yəni atıram çıxıb danışa bilərdi, şey eləyə bilərdi. Qorxaq kimi yəni bütün mövzulardan qaçırdı, yüzləşə bilmirdi. Yəni o cəhətdən, yəni bir növ Behlülünki necə deyim, aşk deyil, elə bir tutqu idi bildin. Yəni bir şey uğrunda şeyin Aslında adına Bihter'inki də aşk deyildi məncə. O da tutqu idi. Ehtiras. Və sonra da şey idi, yəni takıntı. ola bilər takıntı. Məncə amma bütün bu hadisələrin, bütün bu faciəvi hadisələrin günahkarı Adnandır. Soruşun niyə? O da var. Soruşacağam. De. Sən gözü soruşacağam. Hə, Hə, de. nəyə görə dedim tutqu idi? Deyirsən çünki tutqu elə bir şeydir ki, yəni bir şeyi çox istəyirsən, amma ona sahib olandan sonra bilmirsən nə edəsən, onu necə qoruyasan, onu necə özündə saxlayasan falan. Behlülünki belə idi. Əldə eləyəndən sonra onu özündə saxlamaq, sonrası barədə bir şey fikirləşmirdi, sadəcə istəyirdi. Yəni bu qədər, hə. Adnan bəydən danış görək. Adnan niyə günahkardır? Bax ətrafımızda 50 yaşında olub 25 yaşında qızla evlənən birini görsək, deyir ki, kaftarda nəfsinə sahib çıxa bilmir. Dəqiq budur da, yəni yanıq, kaftar, nəfsinə sahib çıxa bilməyən bir adamdır. Sənin öz 18 yaşında qızın var. Yəni heç belə görüb eləməmsən ha Bihter'i də. Nə bilim deyir, hə sən o vaxt Bir ay məktəbə tanıyırdı. getdin, nə bilim. Özü gör uşaq vaxtından da hardasa bir 18 yaşından falan göz qoyub Bihter'ə ki, hə bu gedir məktəbə, nə bilim. Öz qızında 15 dəqiqədən bir ürəyi gedir. Hə, yəni sonrasında da hətta yəni ümumiyyətlə Adnanı bu serialı belə azmaz oradan buradan izləyən insanlar ay yazıq, mağdur falan görürlər, Asosial. heç deyil. Yəni
Yəni bu insanın nəfsinə o qədər sahib çıxa bilmir ki, Bihterə təcavüz eləyirdi. Bunlar hamısı bir araya gələndə Adnanın yanıq kaftar bir insan olduğu qənaətinə gələ bilirik. Amma insanlar izləməyiblər də bunu. Elə bilirlər ki, hə Bihter xəyanət edib, Bihter günahkardır, Behlül də əmisinə xəyanət edib, Behlül günahkardır, amma da demirlər ki, bu şəraiti kim yaradıb? Bu arada Adnan da yəni şey demirəm, ha ona xəyanət olunmaqda haqlı idi və s. Sadəcə o da heç dərinliyi olmayan bir insandır. Bihter məsələn evlənir, gəlir Bihter, hə amma şeydir. Ay yox, matmazel bizim üçün çox dəyərlidir. Yox, qulluqçular bizim üçün çox dəyərlidir. Qulluqçular rəsmən Bihter'in dalıyca danışır da, Adnana hörmət, yəni Bihter'in anasına hörmətsizlik eləyir. Bihter də deyir ki, qovdum da bunlar. Onlar bizim neçə illik əməkdarımızdır. Neçə illik əməkdar sənə hörmət eləmir. Başqa yer iş tap da, əgər arvad istəmirsə. Hə, yəni onlar sənə hörmət eləmirlər. Az verilmiş şey istəməyib. Neçə illik əməkdarda, yəni 100 ildə orada maaş alırlar, kira ödəmirlər, heç nə pul xərcləmirlər. Yenə pullar yoxdur, yenə pullar yox. Bir dənə deyəcəm. Məkana öyrəşiblər də bildim. Adnana bir dənə şey əlavə eləmək istəyirəm. Adnanın öz qızı var da, 18-17 yaşında qızı idi. Bu qızın öz yaşda kişinin evlənməsinə razı olardımı? Heç vaxt. Dünyanı dağıdardı, qoymazdı ki, qızı Nihal öz yaşında bir kişinin evlənsin. Məncə yox. Çünki Behlülə razı olur. Adamın gözünün önündə Behlül bütün gün bar gəzir, nə qədər qız, nə qədər şey, şəxsiyyətsiz, keyfiyyətsiz bir insandır. Ona razı olur ki, qızım bayılacaq, qoy Behlüllə evlənsin. Yəni məncə olardı. O Nihalı çox şımartmış. Məncə verməzdi qızını. Bu Bihter'i sevməsi, Adnan da Bihter'i sevmirdi. Sadəcə Bihter'i tanımırdı heç. Bir ay falan Bihter'i gəlmişdi Amerikadan deyəsən, atasının ölümün qəbrində tanış olmuşlar da. Yəni Bihter'i tanımırdı. Bihter'in evlənməsinin təkcə motivasiyası Adnanda Bihter'in gözəl, gənc olması idi. Yəni də özünü cavan kimi hissələsin deyə. Hə, onun enerjisi. Özünü cavan kimi hissələsin. Cavan kimi istəyib də nə edirdi? Saat 10 idi. Bihter saatına baxır ki, evə qayıdırlar. Yəni əyləncədən falan və hətta söz soxur ki, gənclər üçün həyat indi başlayır, nə bilim. Cavan kimi istəyirsə heç olmasa Həqiqətən onun vaxtında cavanlıq başqa cür oldu. Bihter'in 25 yaşı var və gənclər deyirdi şey, özündən 5-6 yaş cavan insanlar. Söz soxur da ki, amma Bihter'in də günahı vardı. Bihter yazıq, düzdür. Bihter orada Adnan evlənəndə emosional boşluqda idi. Adnanın atası kimi o rolu görürdü. Anasına belə zərbə vurmaq istəyirdi, qisas almaq istəyirdi. Bu var. Amma yəni çox ağıllı qadındır. Yəni təhsilli qadındır. Oturub fikirləşməlidir ki, bu dəyərmi bu qisasa, bu belə özündən 2 dəfə böyük adamla evlənməyə? Yəni çox travmalanmış bir vəziyyətdə idi Bihter orada. Atası ağıllı qərar verə bilmirdi. Atası anasına görə, anasının xəyanətinə görə baxmısan o hissələrə. Bihter'in atası gəlir anasına xəyanətini tutur. Bihter də gəlir görür bu momenti ki, yəni görünəsə danışdıqları yerdə infarkt keçirir, ölür. Melih Bihter. İnfarkt keçirir, ölür. Yəni Bihterdə bir nifrət hissi bir şey qalırdı. Kimdə olsa qalır yəni. Ya ümumiyyətlə emosional boşluqda idi. Orada travmalı atası Adnan ondan istifadə edirdi yəni o dövrdən. O vulnerable idi deyirlər. Məsələn, burada bir dənə sual çıxır ki, Bihter məsələn Adnanla evlənməyə okey olanda o nə axtarırdı? Sevgi axtarırdı yoxsa güvən axtarırdı? Hə. Atasının yerinə qoyurdu biraz. Deyir ki, o çox şəfqətlidir, nə bilim sevirəm onu. Pekerə belə izah eləyir falan. Sonra o ehtiras axtarmağa başlayır. Yaşına əlaqəli. Bihter'in pulla şeyi yox idi. Yəni lüks həyatı olsa da olmasa da yaşayar. Rəqabəti var idi. Anası o 2 dənə faktor vardı. Bir ata şey o issues, daddy issues, bir də ki mom issues. Bu qızın issuesları var idi. Yazıq. Nə pahalı, yazıq. Həqiqətən yazıqdır yəni Bihter. İlk yaşda öldü getdi yəni 25 yaşında. Bu hekayənin qurbanı oldu. Bir də yəni məsələn Bihter'i nəyə görə günahlandıra bilmirəm. Bir hadisə necə deyim, pis bir şey eləyir və bunun cəzasını çəkir də bu insan. Amma bedel ödəyən bir dənə Bihter olur burada. Ən pis formada o cəzasını qalan elə bil hamı susub deyənə, girişməyib deyənə söhbətə. Onu deyir də ki, yəni mən Nihallə evlənəcəm, sən çıx get. Adnan belə axırdan axıra bilir artıq onların münasibətini hardasa hiss eləyir, böyük şübhələr olur. Boşanıb qurtulmaq. Deyir ki, hə Bihter boşanaq falan. Sən Bihterdən nə səbəbdən boşanırsan ki? Bu səbəbdən boşanır ki, artıq şübhələri həddindən artıq çox idi, o artıq inanırdı. Amma yenə də Behlülə razı idi, çünki Nihal ayılacaqdı, bayılacaqdı, pis olacaqdı, elə olacaqdı, elə olacaqdı. Məncə o hekayədə Bihter'i atıb Bihter'i çıxarmaq istəyir həyatından. Ən sonunda elə onların da günahı var. Hamı susmayan yox idi. Deniz xanımla 5 il Bibin adı nə idi? Bibin adı nə idi? Arsen o da bilirdi. Hə, o da bilir. Hamısı niyə susur? Yəni qulluqçular bilirdi. Heç bir motivasiyaları yoxdur bunların susur. Yerin elə yaradı ki, yerin qulağı da yoxdur, bilirsən. Susurlar heç bir evdə, yəni həqiqətən də biraz avartıdır. Bir evdə, yəni onu birinci həftədən anlamaq olardı, yəni. Onların baxışları, nə bilim, davranışları, bir-birinə söz soxmalarına bilirsən ki. Bir moment sonra mən bilən Firdevs xanımı tutmuşdu. Abi Firdevs xanım elə ən birinci Firdevs xanım qaçıq kurası. Mənim qızımdır, tanıyıram. Bilirəm təmanı. Sən benim qızımsan. Ay,
amma Bir heç dənə kəs pul bilməz. mənbəyindən 2 dənə pul mənbəyi var. Bax, Yox, Məsələn. Behlül Behlül var idi. Behlül pul da yəni ondan bundan borc alır. Behlül pulu var idi. Əmisinin şeyini Bab dolanmış. başlarda məsələn Behlülün pulu da yox idi. Nihaldən borc alırdı. Sonra bir şəkildə yenə özünü nəsərsə tutdu, nəsə bir şey. Əmisinin şotunda. Yəni Behlül həqiqətən aşiq olacaq bir dənə yaraşığı idi. O da ki, ilk bir həftə aşiq olarsan, sonra yəni bu adamda olardım. heç nə yoxdur. Mən alardım. Olub, Mən olub. olmazdım. Yəni Olub. mən o Mən dövrdə şoxlaşdım. Kıvanç Tatlıtuğ belə yaraşıqlı Şavaqdı bilmirəm. crush'ını tapdıq. Kıvanç Tatlıtuğun yaraşıqlı olduğu serial şey idi. Kurt Seyid Şura serialı idi. Yəni orada yaraşıqlı idi həqiqətən də. Yox, Behlül. Yəni başqa. Behlül rolunda çox matışqa deyir. O elə görsənirdi yəni gözümə. Nə bilim belə saçı, başı, geyimi, nə bilim. Yəni mən- Şeydə o evdə ümumiyyətlə fikir verirsə, hamı belə sakitcə oturub yemək yeyir. Behlül gələn kimi bir neşələnirlər, bir Yes. keyflənirlər falan. İstər-istəməz o əgər sənin endorfin, serotonin hormonunu artırsa, sən o insana bir çəkilirsən. Düzdür. Yəni Bihter'in dediyim kimi Behlül olan sevgisini aşk değildi, sadəcə çəkim və takıntı. Çünki Bihter elə bir qadın idi ki, əqrəb. Əqrəb idi də məncə. Ya əqrəb ehtiras axtarırdı. Elə bir qadın idi ki, yəni ondan sonra o Bir qurtul. əqrəbləri də şeylədi. Elə amma bil evdə əqrəb saxlayır. Əqrəb interesant. Mən bilirəm bizim evdə. Sən də əqrəbsən? Yox. Elə pisdir. Yox. Mən də nəsə bir əqrəblərə shaming elədim. Kommentlərdə Azərbaycan yazdılar. qadını elə şeylənmir. Hə, Azərbaycan Qadın. qadını ehtiras da istəyir. Bihter'də şey var idi. Bir də takıntı var idi. Yəni Behlül ondan sonra qurtulandan sonra Bihter deyir ki, necə yəni məndən qurtulursan? Yəni mən beni Bihter'ini, yəni məni necə deyə bilərsən, elə ata bilərsən? Onu da hardasa başa düşürəm. Təsəvvür elə ki, sən öz prinsiplərindən keçirsən, soyuq bir insansan, məsafəli bir insansan, nə bilim, yoldaşına xəyanət edirsən ki, bu heç vaxt sənin təsvip eləmədiyin bir şeydir. Mamanla bunu görmüsən, bunu ayıblamısan falan. Bunlardan keçirsən, sonra Behlül gəlir deyir ki, "Afisa sən marağım öldü mənim." Sən kimsən? Yəni travma, yəni mən olsam Sıraram mən də onu. travma. Ya məncə o yaşayaram. söhbətdə, yəni susanlardan tut Behlül Bihter qarışıq. Bilirlər ki, bu söhbət hardasa qırılacaq. Prosta Behlül orada yerini sabitləmişdi Onu ki, Behlül başlatdı. şey olsa elə bir söhbətin içində mən olmamışam. Və Cemillə Nihal'la evləndim tez. Bu xəyanət söhbətini Behlül başlatdı. Əslində, yəni ilk Behlül addımları yoldan Behlül çıxarır atdı. Bihter'i. Yəni Behlül yoldan çıxardı. Bihter qarşı qoymağa çalışdı. Yəni ona görə deyirəm Behlül günahkardır. Bu arada Behlül də özündə, yəni mücadilə apardı. sən onu heç mən Bunu heç bilsən mənə nəyə keçmir görə onun şey deyirəm? dramaları. Bunu bilsən nəyə görə deyirəm? Bu son Behlül zamanlardakı nifrəti. seriallarda fikir vermisinizsə, yəni çox qarışıq-quruşuq münasibətlər Ay, var, nə bilim, qayın, nə bilim, dayı, nəysə. Atası budur da bizdə. onun o Hə, serial. yəni o seriallarda hər şey çox tez başa gəlir. 2 bölümə falan bunlar bir-birlərini sevirlər. Amma biz Aşk-ı Memnu'da hardasa 28-ci bölümə kimi Ya. heç nə görmürük. Yəni yavaş-yavaş çox belə addım-addım qısa-qısa. İşləyirlər. Hə, orada yavaş-yavaş bir Hətta şeylər. Ssenari qurulur da Yəni mən yavaş-yavaş. o vaxtı build-up baxanda olur. roman falan heç də xəbərim yox idi. Adi bir izləyici kimi baxırdım. Romanı oxumusunuz? Hə, oxumuşam. Amma belə oxumağa çalışmışam deyim. Çünki çox köhnə türk dilində Mən yazılır. YouTube-dan şeyinə Osmanlı O şey baxmışdım. düşmədim, hə. Comparison'a baxmışdım, Bağladım, müqayisəsinə baxmışdım dizi ilə şey arasında. nə Əslində fərq var? romanın bilirsiniz də orijinal deyil. Roman əsinlənib başqa romanlardan. Xarici Nasıl? roman. Ya, hə, türk roman, fransız romanı Madame Bovary. Sonra da o 1850-ci ildə 50-lərdə yazılıb. Sonra Anna Karenina yazılıb 1870-lərdə və 1890-larda da şey yazılıb, Aşk-ı Memnu. Yəni eyni süjet xəttidir. Gənc qız, qəşəng qız, qoca və daha yaraşıqlı olmayan bir kişiyə evlənir və gənc bir oğlana aşiq olur. Gənc oğlan da şərəfsiz və qorxaq biridir və aşqına sahib çıxa bilmir. Anna Karenina da amma şərəfsiz deyildi, hə? Yo, elə idi. Voronskiydi Sonra də, başqasının Voronski deyildi. Sonra başqasını nişanlandı falan, o da elə idi. Hamısı elədi, eyni tiplədir. Və Erkəklər. hə, yəni hamısı eyni tipli idi və axırda qadını cəzalandırırlar əslində. Üçündə də qadın özünü öldürür. Yəni hər üçündə, yəni bu kitab, bilmirəm o dövrdə yəqin qadınlar əllərinə, kişilər qorxulanmış qadınlar əllərinə xəyanət eləyər. Ona görə yazıblar o kitablar. O dövrdə bunu layiq görüblər ki, Ya. yəni ərinə xəyanət edən Qadın qadın ölməlidir. ölməlidir. Bəli. Vay, Yəni vay, qadını vay. cəzalandırmaq, yəni bunu eləsən öləcəksən, qorxutmaq bir məqsədi də var. Bir sizdə kitab ümumiyyətlə media manipulyasiya bir alətidir də. Yəni bu dövrdə qadınların yerdilərdi ki, azad qadın olmaq nədir? Yəni azad qadın olmaq yəni ona demək söhbətdir. gəlsə başlamır. Sadəcə yəni Sənin bir seçimlərin yoxdur da, sən bəli, buna məcbursan. Yəni radikal göstərirlərdi. Yəni azad qadın bu. Səs vermə hüquqları Bəs var onu idi o vaxtda. Necə? 1800-lərdə. Qadınların. Yox, Səs vermə. 1900-lərdə. 1900 bizdə 1918 deyəndə elə biz də ilklərdənik yəni. O arada romanda Bihter Peker yenə Behlülün sevgilisi olmuş olur. Romanda belədir, Bihter gəlir, Pekerlə Behlülün öpüşməyini görür
Behlül elə bir Peykərin boynundan öpür. Peyker evli idi onda. Hə. O elə bir ki Behlül gəlir ona xod eləyir də nəsə elə bir şey. Bilmirəm evli idi, evli deyilsə Peykərin günahını almayım, amma yəni elə görür onu, boynundan öpməyini görür. Gözümə zəng gəlib soruşum. Bəlkə Və evli idin onda o şey, vaxtı. elə bir ki siz necə onda bir hiss yaranır ki, tutqulu, ehtiraslı münasibət belə olur. Yəni oradan bir Behlülə çəkilməyə başlayır elə bir ehtiras. Düzdür. Mən onun Bihter kinosuna baxmışam. Eyni, eyni. O Bihter kinosu əslində daha çox adaptasiya olaraq daha çox yaxındır Yeni romana. çəkiləndirsən də Faras Zeynəb. Bir Ona Faras baxmadım Zeynəbin. mən. O daha yaxındır kitaba. Düz sonu fərqlidir, amma kitaba olmasa o dövrdə çəkilib çünki o dövrə aiddir. Bu yeni bizim bildiyimiz Aşıq Memnu ən sonuncu müasir adaptasiyadır da. Orada da eyni şey baş verir. Əslində orada da bəli Peyker evli idi və Behlül buna şeylə patot eləyirdi, girişirdi və öpdüyünü görüb Bihterdə də bir hiss yaranmışdı. Bir hiss yaranır, hə. Amma kinoda, serialda, yəni Aşıq Memnu serialında Behlül Bihtəri öpür, onda elə bir hiss yaranmağa başlayır. Yox, serialda da öpür. Hə, serialda Gül verir Behlül deyirsən. Bihtəri öpür. Bihter, Şeydə, Yox, nə deyir, atölyedə. Bihter'in hiss yaranması bir dənə şey vardı. Pekerə Hə, bir göndərir. Notda da şey. Yəni də bu Alev insan çağırıyor elə belə. bil ki 25 il Amerikada falan yaşayıb, amma heç bir münasibəti falan olmuyor. Çox soyuq 25 qızdı il ona Amerikada yaşayıb, bir münasibəti olmayıb. Sonra da Adnanla tanış olur. Yenə orada da bir şəfqət hissi ilə qarışıq bir münasibət olur. Behlüllə fərqli bir hiss yaşayır. Burada təbii ki onu haqlı çıxarmırıq. Təbii ki. Məncə, yəni əslində dediyim kino, Faras Zeynəbin oynadığı kinoda bu məsələn serialda bunu toxunmayıblar. Nə məsələ, biraz tabudur da bu. Bihter'in seksual istəkləri. Çünki Adnan yaşlı idi və Bihter'i kinoda göstərirlər onu. Bihter'i tatmin edə bilmirdi. Və Bihter'in Behlülə çəkilməsinin bir səbəbi də bu idi əslində. Amma serialda bunu işləməyiblər. Kitabda da yoxdur məncə. Çünki kitab çox şeydə qorumacı kitabdır, ənənələr falan, Konservativ, konservativ, bəli. Amma kinoda bura məncə haqlıdır, kinoda toxunmaqlar haqlı. Çünki yəni fikirləşəndə yəqin ki bir səbəb də bu idi yəni. Məntiqlidir əslində. O qocadır bu. Amma bizim Kanal D-dən baxdığımız serialda əksinə, yəni şey, Adnan istəklidir, Bihter onu istəmir də. Yox, mən o birsə daha inanıram. Çünki bir adam qoca kişi idi də, yəni bir pis çıxmasın. Yəni Kinoda o şey serialda bütün yazılan xarakterlərin elə bir hamısı nəyisə simvolizə eləyir. Məsəl üçün Behlül sizə nəyi simvolizə edir orada? Behlül şərəfsizlik. Gözdə şərəfsizlik. Behlül şaka mı? Ehtirası simvol eləyir və yəni ki, ehtirası dalınca getsən, heç də ağıllı qərarlar verməmiş olarsan. Axırını fikirləşmək lazımdır. Bihter nəyi simvolizə eləyir? Bihter zəifliyi yəqin ki, intiqam hissini ola bilər. Behlül dedim əslində qorxaqlıq, şərəfsizlik, yalançılıq, ikiyüzlülük. Bihter həssaslıq. Mən ona şey Həssaslık deyirdim, boşluğu nəyinəsə doldurmağa çalışmaq. Boş idi, yəni. Boşluq bilsiz nə, bax hər dəfə onu baxıb seriala deyirlər. Ay nə bilim bunlar heç hara getmirlər. Bayağı gedirlər bu arada. Yeni də New Yorka gedirlər, nə bilim Uludağ'a gedirlər, ora gedirlər, bura gedirlər. Davamlı Fransaya gedirlər. Boş bekar vaxtı demirəm. Onu yox, sadəcə onu da deyirlər ki, boş bekardılar, nə bilimlər. Romanda boş bekardılar. Əslində romanda boş bekar olması şeydir, çünki o dövrdə qadın çölə çıxmırdı. O dövrdə qadınlar peçə taxaraq çıxırdılar. Peçə deyirlər bu şeydə hicabdan da şey. Niqab. Niqab taxaraq çıxırdılar. Bu o dövrdə boş olması okeydir. Qadın çölə çıxmırdı çünki çox da, amma müasir dövrdə biraz onu şey deyiblər. Müasir dövrdə bir dənə fikirləşin. Hər şey olan, cəmiyyət həyatı olan bir qadınlar neyinidir ki, yəni? İstəmirlər, ancaq idmana gedir, pilatesa gedir, Bihter də gedirdi. Vakfa gedir, dərnək falan. Elə də boş bekar deyil, prosta evin içində. Yəni Bihter işləyəcək qadın deyildi, çünki elitlər işləmirlər, sosiyyətə işləmir, o düz deyirsən. Hepsi pul var evdən sonra sanmırsan. Evdən çölə çıxırlar, sadəcə işləmirlər. Çıxırlar da, gəzirlər, istirahət edirlər. Amma belə də, yəni kimsə səndən nə bilim münasibət yaşadın, ayrıldın yəni onu görməyəndə daha rahat unudursan da. Bu evin içindədir. Hətta biraz sonra başlayır Nihallə fingirləşməyə. Yəni itətək pulunuz var da. Behlül özünə ev də olar. Nə bilim, orada evdə çıxar. Yəni bu niyə dib-dibə yaşayırlar bunlar? Türk seriallarında var bu, hamı eyni evdə olsun. Çünki rent pulu, kirayə pulu olmasın deyə çox deyirlər. Həm də hadisələr oradan yaranır. Behlülün özünün evi yox idi ki. Yox, Behlülün heç nə. Yəni daş evi var idi, bir dənə olsalardı, istəsə alardı. İstəsə alardı. Bir ara gedir yurtda yaşamağa falan başlayır. Senaristlərdə yəni bir şey yaradıcılıq yoxdur. İndiki seriallarda da fikir versəz, hamısını eyni evə yığırlar. Bir şəkildə hamısı eyni evdədir. Niyə? Tək orada
hadisələr Dəli xan yaransın olsun da da, bir belə daha şəkildə. çox hadisə yarana Kirayə bilər. pulunu verməmək üçün. Hə, demək. yarada bilmirlər, yaza bilmirlər. Başqa bir evdən də elə müdaxilələr ola bilər ki, elə hadisələr yarana bilər ki, yaza bilmirlər. Məncə Behlül orada şeydir, ehtirasdır, şeyin dediyinə qatılıram, Günelin dediyinə. Yəni bir şey uğrunda, bir şey istəyirsən, sonra onu əldə edəndən sonra bilmirsən, sonra nə edərsən, də saxlayırsan. Yəni bunu simvolizə edir. Adnan bəy yaş keçəndən sonra, pul olandan Azğınlıqdır. sonra Kaftarlıqdır, hə. Nəfsə düşkünlük, hə. 7 günah var ya, onlardan biri. sən həm də nə var? Yəni pul olandan sonra hər şeyi eləyə biləcəyin inancı. Onu simvolizə edir mənim Şuursuz gözümdə. insan. Yəni sən necə etika olmadan, yəni sırf pulun var deyənə hər şeyi eləyə bilərsən. Bu arada bax Sən nə o məsələn, kaftarlıq deyirsən, hə, azğınlıq deyirsən. kaftarlıqdır da valla. Yəni Adnan bəy deyirdi. evlənə bilərdi, öz yaşlı, öz məsələn bir Firdevs niyə evlənmədi ki? Öz yaşlı, qəşəng qadın, canlı qadın. Nə də ki Deniz xanımla niyə Firdevsin bir dənə evlənmədi? ölüsü vardı ona görə. Bu məsələn Deniz Karvana xanımla, qoşulmaq istəmədi. Deniz xanımla niyə evlənmir yəni? Hə, Deniz xanım çox gözəl qadın. Sonra başlayır, ay Deniz xanım bizim üçün çox dəyərlidir. Belə Yəni onu deyirdi. günahlandıra Belə bilər. deyil. Yəni Deniz xanıma attract olmayıb da, çəkilməyib, ola bilər. Yəni onu günahlandır, kim niyə bunu bəyənmirsən deyə bilmərik də bir insana. Amma Sonradan bəyənirsən axı. hə sonra bəyəndi. Özü də çox tez bəyənirsən. Ha, Bihter gələn kimi evə, Bihter deyən kimi onun sənə könlü var falan Ayran filan. könüllü. Bir ağzı gedir qulaqlarına, bir gedir bunun gözün yaşını zatsılır. Kişilər. Hə, Allah. Nəsə bəs sizdə Nihal nə təmsil edir? orada? Nihal şımarıqlıq. Valla. Nihaldan nifrət. Nihal Məndə tərsinədir. Mən şey kimi baxıram. Meybil onu yazıq kimi. Yazıq yox, masumiyyət deyərdim. də. Yox, Yəni, elə nə cəhətdən, masumiyyət, nə heç masum cəhətdən. deyil. Nihal Onun məsələn masum orada deyil. orada o Lüboy söhbətdə 10-15 dəqiqədən bir ürəyin getməsə. Özü mənə artist eləyirdi. Bilmirəm də artist. Prosta simvol elədiyi şey mənə görə masumiyyət nə cəhətdən. Yəni elə bir temaların içində bildiyin reallıqla üzləşəndə bildiyin masumiyyət ölür, onu simvol Hə, edir. ola yəni. bilər. Nihal ola bilsin romanda masumiyyət idi, ola bilsin filmdə masumiyyət idi, serialda Nihal- o qədər də masum deyildi. Yanıq qız idi o da. Hə, o da yanıq. Belli şey eləyir, əməli başlayır, məcbur eləyir ki, mənlə bərabər ol. O da yəni. Yaddadır. O da belli məcbur ki, mənlə bərabər olsan. Yazıb belli İstəyirəm də, istəyirəm. təcavüzə uğrayır bir sözlə. Özdəki Hamıda yəni var, məndə də olur. Özdə məsələn gəlir matmazeli pisləyir Adnana Hə. ki, onun gözü həmişə səndə idi. Masum insan belə şeylər eləməz. Anası yerinə qoyub səni böyüdüb. Yəni onsuz hər bir moment sonra şey. Nihal də şübhələnir də o Behlüllə Bihter arasında. Şübhələnir, amma şey eləmir. Hə, heç Çox nə. üstünə getmir ki, təki Behlül məndən. Hə, yes, bilirdi əslində. Birdən nəsə eləyər amma İşdən olmaz. içə bilirdi. İşdən içə bilirdi. O da Prosta yəni özünü Behlülə layiq görmürdü. Yəni ona görə bilirdi ki, susmalıdır, nəsə şey eləməlidir. Bir də Firdevs onları məsələn ayarlayanda Firdevs olur yaxşı. Firdevs xanım getmə, Firdevs xanım qal. Hə, hə. Sonra amma görür ki, ay nəsə Behlül kimləsə nişanlandı, nə elədi? Hə, Firdevs xanım getsin, Firdevs xanım qalmasın. Çox ifritə qız idi. yəni heç masum zad deyil. deyil deyir. Özdəki yəni eyni evdə böyüdüyün adamı istər-istəməz qardaşın kimi Doğrudan baxarsan. o necə baxırdı Onun Behlülə? üçün yəni uşaqlıqdan bir yerdə böyüdüyün adama necə yan gözlə baxa bilərsən? Abi şey çox qısqanc qız idi. Bax yadımda da. O da yanıqdır. Kim? Nihal da. Nihal heç əmri yanı. Nihal çox bir qəribə qız idi, qısqanc, yəni çox paxıl Hə, idi. evin bütün kişilər məni sevsin. Elə şey var. Beşir məsələn, Beşir üz vermir də o barədə. Beşir başqa bir dənə qızı baxmışdı. Cemilə qılıqçı o bir qız. Necə yanırdı ki, paxıllıq tuturdu. Yəni əldə etmək istəmədiyi kişini belə istəyirdi ki, bundan xoşu gəlsin. İtirmək Elə istəmədi. adamlar var. Pik Var, mi var, idi? Belə Var. sən hamı mənə sevsin, Nihal hamı mənə ilk şey pik mi eləsin. deyə bilir miyiz? Hə, pikmid. Bəli. Yəni əsl pik mi Hə. deyir? Doğrudan. Cemilə. Ay, Cemile salak mısın? Cemilə. Salak mısın Cemile? Ruslan Cemilə haqqında nə fikirləşirsən? Elə Cemilə bildim ki, nəsə heç hansıdır? bilmirsən. Cemilə hansıdır? Qulluqçu, Qulluqçu Cemilə. Cemilədir. Ha, hər şey Katalizator. desən, Beşir bunu Hə, sən hə, deyənə hə. şey eləyən, hə. O bildiyim kinonun elə birinci bölümündən demək olar Ortalığı ortasına kimi qarışdırır bildiyiniz da, zət hə. full belə şeydir. Bir şey eləmək istəyir, alınmır, full istəyir ki, xaos olsun, nəsə olsun, bəlkə burdan nəsə bir xeyrimi Hə, götürərəm. yəni səbəbsiz xaos yaradan bir şeydə obraz idi və onun da yəni davamlı belə Bihterə qarşı hörmətsizlik eləməyi falan filan Adnanın onu qorumaq çox əsəbi Nə şey qəşəng dedin, katalizator. Hə, Bildiyin o. Cemile səyidi biraz. Cemilə də çox səy idi yəni. Yəni, Üçünüz də okey olduq Almaniyada Cemilənin oxuyurdu. katalizator Mən olmağına. başını Almaniyada ged oxu da, nə gəzirsən bu Beşirin dalınca. Beşir kimdir sən Allah? Ged Almaniyada oxu, təhsil al, yəni valideynlərin sənə bu şəraitə yatmaq istəyirdi. Beşirə də baxmazsın. Ki Şengen viza var, ged Avropanı gəz. Özdə evin içində Kvanç Tatutu var. Cemilə də çox qəribə Amma obrazdır. mən Cemiləni takdir edirəm bu barədə. Yəni Cemile həddini bilir. Həddini bilsə Bihterə ilişməz. Vallahi yox, o bilir ki Behlül onu deyir də. Yəni hara qədər gedə bilərəm. Onun həddi Beşir. Qəribədir amma o da məsələn anormal bir şeydir ki, evin içində Yox, bir Günel ilah bildiyi var. Onu takdir edirəm, həddimi bilir. Günə bildiyin uşaq olanda şey Beşirin ekran sahnəsi gəldi, gerdə başqa iş görürdü. Bura kimi köynəyi. Mama Behlül gələndə çağırarsan da. Beşir şeydir də.
papaz kimi dururdu həmişə köynəklə bağlayıb. Getdi gəmidə də işə düzəldi 15 gün sonra. Onu da yaratmadı. Mən gedirəm. Mən gedirəm. Ay getdi sən kimə lazımsan? Özü də yəni Beşirin susmaq üçün heç bir motivasiyası yox idi valla. Nihal mutlu Ailəni olsun. dağıtmaq istəmirdi. Adnana gedib deyərdi ki, Ailəni dağdan dağıdım. Adnana gedib deyərdi ki, Çox dağılıb. mənə bir dənə ev ver, sənə bir dənə elə bir məlumat verəcəm ki, vəsə yəni. Azərbaycanlı qavası. Qalsın ev, bu adam sizə baxıb da. Yəni Adnan da oradan çörəyin duzu yoxdur ya. Yəni o yetimi saxla, bu yetimi saxla, onu saxla, bunu saxla, hamısı da sussun ki, Adnan bəy sizə deyəcəklərim var. Beşir əslində bilirsiniz, romanda 200 siyahi bölüm bir gözlədim. Öyrənən kimi Beşir romanda öyrənən kimi gedir Adnana. O da siyahi uşaqdır, yəni qara dərili uşaqdır. O vaxtı çünki uşaq olub, çünki onda qara dərili olub. Şey aşiq olmuram mən romanda, yəni. Yo, Olur, qız aşiq olur. Və hətta Kimə, Nihalin Nihalə elə yoxsa? bir ki, olur hə. Nihalin deyəsən, Nihal Behlüllə romanda elə idi də. Behlüllə Bihtəri görüb ürəyə gedəndə Beşir bunu öyrənir, gəlir Adnana deyir, nəsə elə bir şey. Hə. Yenə faciəvi son. Sonra Adnan gəlir qapını döyür, Bihtərin qapısını. Aç qapıyı nə bilim, istekli qadın deyir, nəsə bir qadın deyir. Yenə onu alçaldacaq bir şey deyir də, yəni. Yanıq qadın elə bir şey deyir. Yanıq qadın da orada özünü asır. Asmışdı yoxsa vurmuşdu? Bihtər romanda özünü asır. O vaxt silah elə bilim vurub. tutulmayıb. Amma şeydə də vurulmağa çalışır, o birisi kinoda da. Farahla olan. Farahla. Mən vurduğumu bilirdim. Vurmaq daha yaxşıdır. Asmaqdansa Vurmaq daha yaxşı. Yəni yox, şey Daha baxımından. adsız. Pis şeylər yox, o mən demirəm. Yəni şey baxımından, səhnənin Vuruculuğu artır. Hə, vurmaq daha. Çünki o səhnədən əvvəl, vurduğundan əvvəl olan monoloqu da yaxşı idi, yəni bəyəndim. Davay final bölümü. Sonra nə olmuşdur? Yəni çox Bihter özünü qəşəng. vurdu, orada Adnan aynı bir şok oldu. Heç baxmırdı kim özünü öldürdü, kim nə oldu. Behlül orada necə çıxdı? Hə, Behlül oradan evdə necə necə çıxdı? Nihal nə oldu? Adnan nə oldu? Behlül uzağı axşam bir dənə kluba gedib səhərəcən Yo, içib yo, ayılıb. Oca da dağılmışdı Behlül. Hə, Behlül də oje. Məncə belə Kafada atmağa olmuşdu. gedər məncə. Məncə belə olmuşdu. Məncə Behlül gedər. Bihter vurdu, Nihal da getdi, yıxıldı. Ambulans çağırdılar, qarışıqlı düşdü. Behlül belə sıvışdı, çıxdı, qaçdı. Adnan 100% ki Nihalin yanına qaçar. Nihal 100% Çətin orada bilirsən, ürəyə Nihal gedər. cənnət Mən belə fikirləşirəm. Adnan gedər Nihalin yanına, Behlül Bihter'in başında Cem Yılmaz qalar. demiş, götüm belə belə. Yo, çıxmaz Behlül oradan. Bihter Çox özünü şeydir. Elə bir öldürüb, kino qoyub indiyə kimi getməz. məntiqli gəlmişdi. Biz bundan sonrasını belə çox məntiqli öldü ambulans. Harda var belə Yazıram, serial? mən Ona yazıram. görə sensasiya olur. Yəni belə son heç harda yox idi. Yəni ondan sonra göstərdilər əslində şey Nihal xəstədir. Nihal dəli olur. Firdevs infarkt oldu. İnməyini, Bizə şey, paraliç. Adnan sizə Behlülü şey eləyər, bağışlayardı. Yox, sanmıram. Məncə illər sonra Məncə indi Nihal bağış- istəsə bağışlayardı. Məncə Nihal heç istəyər, Nihal o da istəməsə öz belə Yəni, bağışlayardı. Oyun var onda. Çünki məncə Adnan bir moment sonra özünün nə isə səhv elədiyin fərqinə var. Biraz da Mən qocalandan sanmıram sonra yəni. fərqinə varardı ki, Adnan çox egoist insan idi. Mən sanmıram ki. Adnan Bihterə qarşı səhv eləmişdi, amma Behlülə qarşı bir səhv eləməyib Yox, axı. şey deyirəm, ümumiyyətcə, ya o yaşda cavan bir dənə qızla evlənir. Hə, yox, hə, o heç Yəni şey lap də. biraz lap qocalandan sonra o məncə çatar. Bir söhbətin üstünə bir 10 ildə keçsəydi, məncə 10 yox, 5 ildə keçsəydi belə Sanmıram. sakitçilik içində. Məncə başa düşərdi və Behlül şey deyərdi, yəni Düşməzdi. bir Elə oturardı bir ata qəribə kimi yazıblar söhbət ki, onu eləyərdi. tipi Adnanın heç bir günahı yoxdur orada. Hə, evlənib bu yetim saxlayıb. Zehirli sarmaşıqlarımdan arındım. Sən özün nəsən ki? Onu düz deyirsən ki, Adnanın Behlülə qarşı heç bir yanlışı olmadı. Hə, Bihterə qarşı var idi, hə. Amma Behlülə qarşı yanlış olmadı. Yəni Hələ düzü Bihter çoxdur də ki, belə ölüb saxlayıb deyə. adam eləyib onu. hə, yəni Bihter də ölüb deyə adam edə bilmədi, düzü? Düzəltməyən gördün. Bihter də ölüb deyə Behlül məncə Nihal Behlülü təzə istəyə bilər. Onda o potensial görürəm. Onda onun takıntını, o nə bilmə psixoloğu görürəm. İstəyər və bəlkə də qızına görə, qızın düzəlməsinə görə bəlkə də bağışlayar Behlülü. Bağışlayar. Amma gözünün önündə yoxdur deyək gedim. Başqa Amerikada falan oxuyun eləyindən. O vaxt deyirlərdi, planlaşdıqları kimi. Bir dənə məqama da toxunaq. Bu Matmazel məsələn Nihallə Bülenti qəşəng böyüdür, nə bilim, güya tərbiyə verir, Nihalə də nə tərbiyə verirsə. O tərbiyədən Behlülə niyə heç nə düşmür? O düzdür. Xarakterlə Behlül əlaqəli niyə çox elə şeydir. hə, yəni Çox o barda, şeydir. ay nə bilim o barda, bu barda, Adnan da göz yumur buna, Matmazel heç Yəni nə şey deyir. təməsil- Adnan göz yumur çünki yazığı gəlir məncə Behlül o barədəki yetimdir. Yazığı gəlir məncə Adnana. Məncə orada bir şey var idi ki, kişidir gəzər, kişi deyil yəni. Hə, o da var, düzdür. Məncə şey temasıdır. Yəni uşaq vaxtından yəqin Behlül elə bir olub yəni. Yox, məncə Behlüldə də bizim nətərdir. Anası atasını itirmişdi. O da o emosional o boşluğunu barla, qızla, içki ilə doldururdu. Yəni Gedib Batman zad olardı. Ev- Batman-da da eynidir. Anası Yox, atası Behlül deyir ki, yəni biri gəl əslində- şəhər qurtarır, biri gəl şəhər. Yalın. Ana var it doğurur. ana var yiğit doğru. Əslində Behlül
Adnanı həm sevirdi, həm də məncə nifrət edirdi ondan. Çünki işdən şey bilirdi ki, Adnan onu besləmək kimi böyüdüb və məncə Bihterlə bərabər olmasının da bir səbəbi də Adnandan qisas almaq istəyirdi. Yəni içəridən məncə Besləmə kimi böyüdüb. Yazıq day. Qa deyib, ət verib, qu deyib, su bilirəm, deyib. Day amma ki, neynəsin? ya ona görə Adnanın ona bütün yaxşılıqları ona pis təsir eləyirdi məncə. Yəni bir olur yəni bir insan sənə yaxşılıq edir və düşünürsən ki, sən yazıq kimi gördüyünə görə eləyir. Məncə onu fikirləşdi. Yəni onu psixoloji olaraq məncə Biraz o onun şey var. üstünə düşsəydilər, normal uşaq kimi böyüyərdi də. Yəni travmalı deyil, düzdür, hamının uşaqlıqdan gələn travması gəncliyinə təsir eləyir. Yəni ola bilər ki, ailəsini itirib onu əsl amcası da onu istəmir, o bunu eşidir də orada şahid Əslində olur. biraz boşluqlar çoxdur. Məsəl üçün belə xarakterlər tam Motivasiyaları. dibinə kimi, məsəl üçün Romanda məsələn Behlül üçün deyirlər elə. Məsəl üçün Behlülün xarakterindəki bu necə yəni, vurdurmazlıq nədən gəlir? Amma Behlül kimi xarakterlər var, doludur. Yəni var onların necə olsa soruşsan, adamdan görsən soruşarsan ki, niyə beləsən? Uzağa bəlkə bir səbəb deyər. Deyəməz. Yəni Behlül məncə o şeyi, Behlül hər şeyi ciddiyə almamağa çalışırdı. Bütün o ağrılarını, acılarını, hər şeyi ciddiyə almamaqla örtməyə çalışırdı. Ona görə belə olub məncə. Məncə özdəki şey Adnan bəy o qədər də uşaqları ilə belə şey eləyən kişi olmayıb, yəni şey böyüdüb onları, qadın böyüdüb, yəni uşaqlarını ancaq işləyib eləyib məncə şeylə. Kitabda çünki məncə elə idi, yəni ancaq işlə əlaqəli idi deyə uşaqlar çox vaxt qalmırdı. Onu böyüdən Deniz xanım idi. Yəni belə baxanda da Adnan özü uşaqlarla azadla bu şeydən sonra belə xanım öləndən sonra da şeyə çəkilirdi ya daşdan nəsə oymağa çalışır. Yəni şey də elə bil yağma gəlməyin təkəm gəldi üz-üzə güldüm çıxın gedin qapını bağlayın. Tək kimi görüm mən. Ya uşaqların bir anası var, bir dayəsi var. Yəni amma düzdür ana da xəstədir, həmişə xəstədir. Amma yenə də Behlül düzəməli tərbiyə almır. Behlül nə bilim vallah, adam olmayacaq bir adam. Hə, amma bilirsiniz necə qəribə deyirəm, Behlül kimi obrazlar doludur elə xarakterdə insanlar ətrafımızda doludur elə vecsiz, yəni gündə bir qızla babniklər elə var da dolu elə adamlar. Onları da məsələn soruşsaq desək ki, atam anam ölüb, öz əmim də məni istəməyib. Biz həmin dəqiqə parçaları birləşdirib deyəcək ki, bu travmalıdır uşaqlığından falan. Behlül də elədir. Normaldır əslində Behlül. Bir hardasa aşağı yuxarı normaldır. Hə. Sadəcə sonradan normal bir ailəyə düşmüsən. Biraz nə bilim. Yox, tərbiyə ala bilərdi kimi gəlir. Yəni mən ora qədər anlayıram, yəni bütün o hovardalığı, ağrıları, acıları bastırmaq üçün. Amma bir qırmızı xətt var da. Yəni Bihter onun qırmızı xətti idi, onu keçməməli idi o xətti. Yəni orada dayanmalı idi. Yəni Bihterə dediyim kimi. Sənin də marağı var da, bunu eləsəm sonra nə olar bildin, yəni Behlül məncə şey dedi. Yəni o fərqində idi ki, o şey olsa nə bir sənə dedi, imagine eləyib, yəni fikirləşə bilmirdi ki, bunu eləsəm nə olar? Yəni Bihterlə nəsə yaşasam, sonrası nə olar? Məncə Bihter'in ona baxacağını düşünmürdü. Çünki o Bihter ona xoş gəlmirdi əvvəllər. Yəni Bihter bunu da əldə edeyim, bunu da əldə edeyim. Bu çətindir. Mən elə gəlir hardasa eşqə, sevgiyə ən yaxın hisslərini elə Bihterlə yaşayıb da, yəni ən yaxın demirəm sevgi. O birlər easy idi, çox belə asandır. Ümumiyyətlə rahat. Çünki Bihter ona əvvəllər heç zəhləskədə qovdurmuşdu evdən falan. Yəni xoş gəlmirdi. Sonra yaxınlaşmağa başladılar. Bir də o da deyəsən uşaqlıqdan sevdiyi qadın tərəfindən xəyanətə uğrayır. Kim? Behlül. Yox, xəyanətə uğramır, tərk edilir. Qız var ya, uşaqlıq sevgisi onu atıb gedir. Final bölümlərində o qız təzədən tapıb gətirirlər. Behlüllə görüşürlər, bunların şəkillərini çəkirlər, Nihalə qəzetdə göstərirlər. Nihal gedir, nişana atır, nə bilim. O xatırlamıram onu. Elə şeylər olur. Firdevskil ayarlayır da bunu. Firdevskil demişkən, Peykər mənim yaralı nöqtəm. İnsanların Peykəri yaxşı obraz hesab eləməklərinə mən çox əsəbləşirəm. Yaxşı deyəndə ki, Peykər bir sənətərdir. Egoist, mənfəətçi. Mənfəətçiliyi var, düzdür. Amma Peykər əslində xarakter olaraq silik idi. Yəni bəyəniləcək, serialda bir diqqət çəkəcək bir insan deyildi də. Həyatda play safe deyirlər. Yəni ki, təhlükəsizlik oynayan bir insan idi. Yəni təhlükəsizlik şeydən çıxmırdı. Mən evim, ailəm, komfort zonasından çıxmır. Yaxşıya bəs bunlar elə bir ki, bilmirəm baxmısansa o hissələrinə, evlənirlər oğlanla, Nihatla. Nihat da Hilmi Önalın oğludur. Hansı ki Hilmi Önalda niyə zəhləsi gedir Firdevskidə? Firdevskil ad çıxarıblar da. Yəni Bihter orada deyir ki, bizim ad çıxarmağımıza Adnan fikir vermir çünki məni sevir. Amma Nihatın atası deyir ki, bu nə ailədir sən bunlardan şey kontrakt Melih Bey takır. Sonra Firdevs buna sözləşmə imzalatdırır, 1 milyon pul alır. Da Hilmi Önal da bunu öyrəndə vəbşə əsəbləşir ki, yəni mən sənə demişdim bu ailə. Məbləğ yadımdan çıxmışdı, 1 milyon. O vaxtın Türkiyə pulu. Çox
idi. hesablayasınız. İndi daha çox. Təsəvvür o belə İndi daha Firdevskinin çoxdur. borcunu bağlamır da o dərəcədə. Şey zor. Amma Orada Firdevsin bir günahı şey- deyildi. Əri şeyləmişdi. Firdevsin Ha, günahı. Firdevsin Orada- Kişi deyir borcum var, xərcim var. Cəvahiratları. Firdevs elə xərcləyir. Orada mən şey Cəvahiratları görmüşdüm. ilə. Orada köməkçisini çağırır, deyir evin bütün işçilərinə xəbər ver ki, maaşları bu gün yatacaq. Hə, onların maaşlarını verir Şey deyəsən zəncə, elə. parkına 1 tələzən. milyon getdi. 1 milyon maaş Safsasına idi. zəng edir, deyir, hə bilirəm neçə gündür pul verəmirəm. Zət deyir, bunda bir dənə pulsuz eləyir. Axşam o gün maaşı yatdı bildiyin hamıda. Firdevs bir də bunu demək istirdim ki, Firdevs günahkarlardan bir də Firdevs idi. Çünki Firdevs ümumiyyətlə o uşaqlar, qızları dünyaya gətirməməli idi. Çünki Firdevsdə ana olacaq kumaş yoxdur. Yəni o ana olacaq bir insan Xam deyil. malı yoxdur. Hə, yəni pis, mən demirəm. Yəni elə insan var ki, ana almaq istəmirdi. Yəni Firdevs olmaq istəməyən bir insan idi. Sadəcə demirəm qızlarını sevmirdi, sevirdi. Sadəcə analığı sevmirdi. Və mən bir qəribədir ki, Firdevs necə iki uşaq dünyaya gətirmişdi. Yəqin yerini bərkitmək üçün falan. Bilmirəm. Məncə oğlan prova eləyiblər, olmayıb, sadəcə qız olub. Yəni Firdevs Firdevsin ümumiyyətlə dövrü Bihtərdən də əvvələ uşağa gedir və indi təsəvvür Məcbur edin idi. ki, yəni bu romandan götürülüb də. İndi Firdevsin dövrü labuja gedir, çıxır alt paleolitə. Orada qadının nə işi gücü var idi ki, uşaq doğmalı. Ya pədə qəribədir ki, mənə Firdevs xanım uşaq doğacaq bir xanım deyildi. Bu dövrdə yaşasa doğmazdı, Hə. amma indi o vaxtın tələbi bu özü idi. elə şey Nebahat Cəhrək kimi. Məncə elə Firdevs xanım Nebahat Hə, Cəhrək idi. Yəni o da Aysun, elə bir uşaq doğmayıb. Peykər. Peykər, Ürəyim boşalma. Peykər. Mustafa Peykər anası. haqqında heç bir fikrim yoxdur. Yəni ailəsi uşağı, əri, yəni dolanan bir insan kimi görürəm. Yəni onun haqqında mənə maraqlı gəlməyən bir xarakterdir. Düz deyirsən, Orada Bihtərin stabildir də, yəni. hə, stabil bir insan, heç bir şey Elə yoxdur. bir ssenari yazıb deyir, Amma bəlkə əsas bir dənə Peykərin normal, bir dənə çıxıb xarakter getməyi- yazmamış, hamıda nəsə var. Peykərin çıxıb getməyi də Bihtərə bir zərbə Oldu oldu. düzdür. Amma ki Peykər onu bilmirdi. Yəni bacının xəyanət eləyəcəyini bilsən getməsin. Bilirdi. Xəyanət eləməyə, ihanət Bilirdi. Suicide nədir bizim? Yo, intihar eləyəcəyini bilmirdi, amma xəyanət elədiyini bilirdi. Onu demirdim. Suicide, intihar sözünü Ne fikirləşirdi ki, yəni İntihar sözünü Bihter axtardı. xəyanət eləyib, Behlül evlənəcək falan, sonra Adnanla xoşbəxt yaşayacaq. Çox egoist qız idi. Nəyə görə egoist idi? O evlənir Nihatla, Hilmi bəy də bu sözləşmə cart-curt söhbətlərinə görə Nihatı rədd edir, ailəsinin bütün pulsuz 5 kuruşsuz qalırlar, Firdevsin yanındadılar da. Bihter də o tərəfdə Adnanla evlənir. Bihter evlənən kimi Adnana deyir ki, nəsə də yəni təzə gəlin məsələlərdə, hə. Sırazu şey nədir, bacısının ərini işə düzəldir Hə, işə düzəltmə şirkətdə. teması Hə, var. Adnanın Təzə gəlin şotudur, söhbəti. işə təzə gəlin həmən öz xodunu edir, işə düzəldir bacısının Qohumların ərini. Sonra şeydir. Peykər də sevinir, neyinir. Sonra bunlar bir ara işte Bihterə təcavüz olunanda, Bihter evi tərk eləyəndə, Peykər gəlir evə anası ilə danışanda, ayrılsalar biz bitərik, ay biz məhv olarıq. Gördün üstündə Nihatın onu. bütün həyatı bitər, nə bilim nə. Amma sonra artıq Nihat atası ilə barışıb, təzədən atası ilə işləməyə başladı. Peykər deyir ki, mən öz ailəmi, öz uşaqlarımı Nə işiniz var, fikirləşməliyəm. özünüz bilərsiz, mənə qatmayın. Hə, məni qarışdırmayın, mən sizin çamurunuzda boğulmaq istəmirəm. Nə yaxşı nədir o? Belə Yerdə baxanda- ortaq qardaş. belə Amma baxanda bir dənə düz söz eləyir. deyim Belə də, baxanda düz Günel, eləyir. o insani bir şeydir. Yəni həyatda da olsa yəqin elə fikir, elə bir reaksiya verərsən. Bilmirəm, insani bir şeydir. İndi görürsən ki, bir şey düzəlmir də. Mən nankorluq eləmərəm Nəyi? bacıma, mənim o Təbii ki, çətin yox, vəziyyətdə bax, bacıma çıxaran nankörlük eləmirəm. Bacım, yəni o halda qoyub getmək biraz şeydir. Amma bilmirdi, yəni Heç bilsəm ki, bacım bu eşqdən dəli olur da. Yəni dəli olar da, yəni özün də görürsən ki, problemlər var və həmin gün toy günüdür. Həmin gün ümumiyyətlə getməzdimi? Adam yəni bilə-bilə ki, burada belə bir söhbət var, nəsə bir eşq var, o nə getmək bilim, şey. Hə. Ancaq özüm uşaqlarım özüm yaxşı oldu elə Peykərdə. Anası indi Firdevsi 100% ki, onlar baxırlar. Hə. Bakıcı zad tutub indi onlar baxır. Yox, Elə əslində az şeydir. əyri, Peykər bacısına dəstək ola bilər. Düzdür, Bihter də dəstək qəbul etmək istəmirdi. Anası da İstəmirdi. hə, Amma istəmirdi. Peykər düz yerdən dəstək olmur da, biraz yargılayıcı yaxınlaşır. Yargılamalı idi. Hə, məsələn, bəlkə də terapeutə falan göndərsəydi düzələrdi. Bilmirəm, terapeutə getmə. Bihter'in həqiqətən terapeutə, yəni başlanğıcdan terapeutə ehtiyacı var idi. Məsələn, Peykərin yerində olsan, gedib bacıva deməsən ki, bilirəm belə bir şey var, bilirəm, deməsən də, amma bir dəstək olmağa çalışarsan, bir altdan nəsə bir şey eləməyə çalışarsan da. Firdevs açıq necə danışaram. eləyir? Elə. Açıq danışaram. Gəlir ki, ay siz nə etmisiniz? Siz mən Peykərdən nömrə istəyirlər, köhnə sevgilisinin nömrəsi. Nihallə Behlülü ayırmaq üçün də. Peykər gəlir bir haykü çıxarır orada. Oğlum, idi verir, verdə biri bacındır, biri anandır, biraz sən də şeyləsən nə olar Suyuna ki? getdi. Hə, də nə olar ki? Pulların yeyəndə adından yaxşı. Yox, iki bacı kimi oturub danışmalı idi, yəni. İşdən kimi ki, Behlül söhbəti var. İki bacı kimi oturub danışmalı danışmağa idi. çalışır Peykər. Bihter Yəni biraz prosta şey. onu da O danışması eləsələr- tema deyil axı. Onu da Bihter eləsələr şeydir, hə, 100-cü yəni. bölümdə sezon finali Onu olardı dedim da ki, qutardı Bihter də sənə. dəstəyi rədd eləyirdi. Yəni dəstək istəmirdi. Sadəcə istəyirdi ki, nə bilim, istədiyi olsun, Behlül şey olsun, ayrılsın. Qəbul eləmirdi də Bihter heç kəs ki, belə bir şey var. Ümumiyyətlə anasına da belə son anda Son anda, qəbul hə, elədi ki,
Məncə o Belə da bir şey utancından idi. Çünki anasını Hə, hə. ona görə yargılayırdı. Utancından qəbul eləmək Ya istəmirdi. qəbul olunması şey deyil də. Oydu. Belə danışanda lap behirləsə. Qəbul olunması şey deyil, amma Gəlmdən olunması yığım şey bilən zəng deyil. edib soyum. Nə olsa ki, kvan şaxtası Görsən, Cəsə Behlül yaz kvan nifrətim saxladığın yayılır. kommentlərində yaz bildi. Behlül nifrətim yayılır. Yəni Behlül nifrəti hər kəs Behlilə nifrət eləməz. Bəlkə girsə Elə Instagramda eləməli. kvan saxladığın köhnə postlarını əminəm kommentinizi tapar. Gəlib soyub Behlül orada. Heç nə eləməmişəm. Amma Deyim də Kvaş gözümə yaraşıqlı gəlmirdi onunla mənim. çox tam Yox, bu obraz söyləmə üçün aslında. seçilib də. Girib bəlkə soyum Sevmirdim ya. sən. Prosta yəni aktyorla şeyi ayıra bilirəm də, xarakteri. Bax O ayıranmayanlar olur ya bildiyin. Bax indi orada nə qədər insan Behlülü sevir. Behlülün ümumiyyətlə çox belə qızları Behlül var. sevirlər Babnikdir. yəni. Hə. Elif var, Nihal var, Peykər var, Bihter var. Pekin sevmir deyə. Ay. Pekin Bir sevir. dənəsi də var idi. Deyə Peykər də bir ara sevib də, yəni Evlə bəyənib dəxil də. olmayan bir dənə sevgisi var idi. Zəng edirdi 10-15 dəqiqədən bir. Elif də. Elif də nişanlısı, hə. Yəni indi ora bir başqa aktyoru qoysaydılar, bir qaraşın adi bir oğlanı Nə qoysaydılar. olub qaraşın oğlana? Adi, qaraşın oğlanlar kommentdə. Nə oldu qaraşın oğlanlar? Hə, Kenan İmirzalıoğlu məsələn heç o deyil. Yaşlı hesab eləmirəm heç. Mən hesab eləyirəm amma ya o, Kenan o yaşlı rolda deyil. deyil də. Günel də kimi baş rol çəkdilər. Niyə Hamısına qaraşın crush oğlan, var. vallahi qaraşın oğlanlar yarış Qaraşın sarı oğlan düşürlər. doludur məsələ burasındadır ki, amma bu sarışın, mavi göz belə Yunan tanrısı Razı kimi, deyiləm. ilah kimi bir Qaraşın, şey. yəni Yunan tarixi qaraşın ola Seçicidir. bilər də. Məsələn, şey qaraşın Mənə olan şey qarşıma var. çox sadəqər. Alperen Doymaz qaraşın oğlan da çox yaraşıqlı oğlandır. Amma hər hansı bir oğlandır, yəni doludur ondan. Behlül nədir sən Allah? Yox da yox idi yəni ondan. O dövrdə vəbşi yox idi da. Yəni sarışın oğlan belə dolu değildi, mavi gözlü. Bütün seriallara baxıb yəni bilir o vaxtdan yox. Yaprak dökündə belə şey yox idi. Yaprak yaraşıqlı var, dökümündə- Gülzar Behlül. Yox idi yaprak dökümündə məsələn. O bir seriallarda Ezeldə zad yəni yox idi da. Yəni Yaprak elə- dökümündə Max yaraşıqlı Oğuz idi. Təsəvvür elə. Oğuz Max da pis yaraşıqlı. deyildi ya. Heç sevmirəm onu. Pis Şey deyildi. oxşuyur. Yadıma sal, yadıma. Sarışın sevir. Nə var? Sarışın sevir ona görə. Amma bizə necə bir tip olmalıdır? Yəni belə hamının dərdindən ölən bir tip fərqli olmalıdır. Yəni baxanda deməsə ki, hə bunda nəsə bir şeytan tükü var da, hə buna nəsə adamın könlü düşə bilər həqiqətən. Hər hansı bir oğlan, hər hansı bir qaraşın ağzı üzü düzgün oğlanı neynir ki, yəni? dörd Elə qızda baxmırıq birdən. söhbətlərə. Qaraşın Öyle bak- oğlanlar. Öyle bak, Alttan öyle kommenter- Bakmıyoruz. Öyle bakmalıyız. Günel alttan kommentlərdən siz yazırsınız. Qaraşın oğlanlar yazacaq indi gör. Fikir versən komment profil şəkildə hamıda şeydir. Nə qaraşın, tipi də düzgün. Yəni məsələn sizcə Firdevsi paraliz vurmağı Ah, hə. Firdevs xanım o günlər düşəcək qadın o da deyildi. gözləmirdi də, demək ki, Bihter intihar eləyər. O da çox. Əslində necə gözləmirdi? Bilinirdi axı Bihter'in üzündə ruh halına baxanda bilinirdi ki, nə olacaq. Nə bilim nə gözləyirdilər. Bir də onlar bilsə necə heç kəs şeyi bilmirdi. Peykər də bilmirdi, Firdevs də bilmirdi ki, Adnan ona deyir ki, boşanaq. Bihter əslində Behlülə görə intihar eləmir. Hamı üst-üstə Bihteri tərk edir. Hə. Adnan deyir ki, boşanaq. Behlülə zəng edir ki, boşanırıq. Deyir ki, lap boşansaz da mənim vecimə deyil. Mən Nihallə evlənirəm. Peykər gəlir ki, mən gedirəm. Ondan sonra Bihter otağında oturur. Anası da onsuz da var, yoxdur, çox elə bir fərqi yoxdur. Çetinlə evlənir, gedir. Ondan sonra Bihter deyir ki, mən təkəm. Çünki Behlülün onu tərk etdiyini tam dərk eləyəndə gəlir otağında ağlayır. Anası gəlir deyir ki, sən Bihter ziya getsin. Bir dənə Behlülə görə bütün bütün pulları zadı atacaqdın, yeməyəcəkdin zad. Hə, Cəvahirət. İndi buradan bütün çıxacaq. imkanlarından vaz keçəcəkdin. Bihter qurtuldun zad deyir. Bu da axşam sevinir, üzünü yuyur eləyir. Gəlir Adnanla oturub söhbət edir. Adnan ona deyir ki, boşanırıq. O bir zərbə də oradan alır. Sonra Peykərdən də bir zərbə alır. Artıq ondan sonra intihar eləyir. Yəni Firdevs ona görə düşünmürdü ki, intihar eləməz də. Adnan var da, danışmışıq bunları. Behlülə görə pis olur falan, amma biraz keçəcək, düzələcək. Buradan o çıxır ki, nə də oynadı. Bihter orada əslində pis bir xarakterdir. Prosta elə bir trajik şey Yəni, simvol Bihter eləmək olsa üçün trajikdir trajikdir. də, yəni. Ən belə az pis obraz yəqin Ən ki, az Bihterdir. pis. Ən az pis obraz. Şeydir. hə. Bihter də pislikləri var. Göstəriciyə baxır. Bihter də qıcıq insandır, o var. Mən məsələn qıcıqlanırdım ona orta bölümlərdə. Əvvəlki bölümlərdə Sən o yaxşı idi. əzbər bildiyin replikansı idi. Tabii siz anneleri tarafından size emanet edilen çocukların her bakımdan yetersiz gördüğünüz bir kadınla annelik etmesine şiddetle karşısınız ama Ayda. Cezadan Bir yaxşı nəfəsə, dedi. bir nəfəsə. Mən ən sevdiyim repliklər deyim. Mən ən sevdiyim replik şey idi. Ölüyorum Allah sana. Hiss elədim o repliki yəni. Özüm hiss elədim. o da pisiydi de o. Ölüyorum Allah sana. Ama ben şey anne ben nasıl dayanacağım dediği Evet, yerde o çok yerde, pis ha. olur onda. O başka da başkadır. Bu deyirəm deyir ki şeyde. Ey, Annesi deyir. de onu təsəlli edir ki kurtuldun Bihter kurtuldun bəs bütün Ha, ha, imkanlarını bir axırlar. el siləcəkdin atacaqdın Behlülə görə əksinə sevin nə bilim nə sən Bihter ziya gitsin. Bu arada anası da ona həmişə çox səhv təsəlli Ha, verir. ancaq Sən bununla. Bihter ziya gitsin sən Bihter ziya gitsin. Ziya gəldi o bunu atanda bu deyir ki mən Dayı cəgi də deyiləm. Hə, hə.
Bihter məsələn deyir ki, mən burada yaşamayacağam, çıxıb gedəcəm. Deyir ki, yaşadıqlarımı burada qoyub gedə bilməyəcəksən, nə bilim. Belə təsəlli olar. Deyir ki, ay qızım çıx getdi. Gəlib bir də gedərdi. Hə. Sonra riski kösəm ziyagillər olur. Sən kəsərsən. Yəni Bitter keşke şey eləməzdi, intihar eləməzdi. Yəni çıxıb gedə bilərdi. Ona da anası çıxış yolu qoymur da. Danışanda deyir ki, ay gedə bilməyəcəksən deyir. Yəni burada yaşadıqlarını qoyub gedə bilməyəcəksən. İndi yaxşı olardı ki, hamı hər şeyi unudur. Bittercim, gərək məndən danışardın, sənə şey verərdim. Bir ara getmək senaryoda istəyir. Bihter ən az materialistik olan insan odur. Hə, materialistik deyildi, yəni. Firdevs onsuz da materialistik deyən başdan Allah'ın ayıra. Ona baxıb ad qoyublar insanlara materialistik. Firdevstik olmalıydı əslində. Nümunə insandır da yəni. Bihter gedəndə amma 200 min dollar götürüb getdi. Yəni Behlindən qaçanda. əslində materialistik deyəndə ki, Bitter o həyata doğulmuş insandır da. Yəni məntiqli Bilir düşünür. də indi nə qədər asılı 200 min bilirsən. dollardan gəlməyib. Bala, Hə. ona 200 min dollar olar üçün indi bir də smeçka puldur, yəni o götürməz. Adnan da hər pulu söhbətini eləməyə mən əsəbimə toxunur. Hə. Bihter kartdan 141 min çəkilir. Çəkilir də. Bihter Cavan qız almısan. 200 min Çəkilməlidir də pul. Çəkilməlidir də. Cavan qız Kartdan alıb. 200 min götürür. Elə bir mühasibatsız adam bilmirəm. O çox Yox, həm də savaşdırır. çox simic kişi idi. Yəni cavan gənc qız almısan, sonra deyirsən ki, Adnanın pulu çox asan qazanıb, mənə o da maraqlı gəldi. Yəni İlk bölümlərdə deyirəm mən torunlarımın da Hə, torunlarına qədər çatacaq pulum var. Belə pulu var. Mən də sorsa əsəbləşərəm. bilən Yəni, deyir o qədər şeydir. pulu var amma 200 min çəkildi Bihter kart. Hə, yəni onu TL ilə çəkib yoxsa dollarla? Dollar. Hə, dollarla. Ay, ən Dollarla biz soruşarsan ki, Dəqiqə- kur neçə idi bu gün? simic kişidir. Yəni simic kişi gözümün düşmənidir. Adnan da simic kişi idi, yəni. Adnan Simic idi biraz. Hə. Hə, biraz yox, çox simic. O qədər pula, yəni 140 min, 200 min. 200 min o dövrdə onlar üçün sevişqə pulu idi. Yəni onu da şey eləməzsən. Bir də niyə Bihter'in öz hesabı yox idi? Yəni Doğru Nihal'in ne? öz hesabı var, Behlül'ün öz hesabı var. güvənmirdi də. Bihter Yad qızı Adnan'ın deyildi. kartını istifadə edirdi. Yad qızı güvənmirdi. Həqiqi Bihter bu evlilikdən heç nə ala bilmədi. Hə. Yəni hətta Pula görə evlənib dedilər, pul yoxdur. Hətta Firdevs belə deyir ki, sən nə edib indiyə qədər? Maşın aldı, sonra kişi ona deyirsən. Hə, onu da Heç deyəndən eləməmişdi. sonra, Hə, yəni Firdevs heç gəlib eləməmişdi. söz soxandan sonra ki, yəni Maşında Bihter'in da 100% arabası belədir. GPS, MPS hər şey vardı. Telefondan baxsınlar. Özü də 2 dəfə Behlül'ün arabasını dəyişir. Bihter elə şey Mini Cooper sürür. Mini Cooper indiki bizim qızlar da sürür. O min pulu olan hamı Yəni sürür. Bihter Sirilanın da Bihter bu evlilikdə- betüş sürür. Betüş sürürdü Mini Cooper'ı. O peri də özdə. Heç lazım deyil ona Mini Cooper. Gözən ona sadə qalıb qoyub da ayağının altına. Yəni Bihtercim bu evlilikdə heç bir şey ala bilmədi. Nə pul qaldı, nə sevgi qaldı. Yazıq Bihter. Üzülürəm ya qadına. Amma yəni mənə çox qıcıq edirdi. O başlıq bölümlər okeydi. Sonradan yəni o Behlül Başlıq bölümdə də şey başlamır belə. Bir axırı bilsən də okey trajik qutarır da. Başlıq da belə şey başlayır. Elə bilsən burada bir nəsə bir happy bir şeydə şən bir ssenari var, şey zət var belə ailə şeydə. Yavaş-yavaş görsən elə bir şeyin toxumları elə orada əslində elə qəşəngdir də. Yavaş-yavaş edirlər. Mən Birdən o bir vaxtı baş deyirəm də baxanda bilmirdim burada Bihter Behlül nəsə olacaq. Elə belə baxırdım. O Çünki şoka həmişə- girdin. Hə, həqiqətən də mən uşaq idim axında. Roman zət heç nə xəbərim yox idi. Uşaq olanda- Aşkı memnu da nə deməkdir bilmirdim. Amma şipləyirdim mən. Çünki yaraşırlar. Çox Şipləyirdim. vaxt şipləmə zət da bilmirdim. Şeydə o Behlül crush idi axı. O gördü Hə, ki, onu özümlə- gördü ki, özümlə Bihterlə şif- nəsə Hə, oldu, nə konduramıyorum. əsəbləşir. Konduramıyorum. Kurt kuruldu. Yəni belə gənc qızlar, son məsləhətlər, Hə, gənc son qızlar, məsləhət. xahiş edirəm özünüzdən yaşlı kişilərə aldanmayın. Onlar yəni bilirəm özünüzə sual verin ki, bu kişi öz qızına layiq görərmi bunu? Yox. Ona Ən görə də əsası sən odur ki, layiq həyatı görmə. istədiyiniz kimi yaşayın bəsdir. Amma yəni istədiyiniz kimi İstədiyiniz axı kimi yaşayın. sonda intihara gəlib çıxır Bihter kimi. Ehtirasların dalıyca qaçın. Hə. Məntiqli fikirləşin. Biraz Onun axırı məntiq, nə olacaq? biraz məntiq səpin hə Hə, fikirləriniz yəni. üstünə. Düşünün, bir qərar verin. Məncə belədir yəni. Çox da overthinkləməyin də, amma da çox da Belə, bax, overthinkləməyin. Bihter kimi qadını kimi istəməzdi. Bihter biraz gözləsəydi, ona daha yaraşıqlı, daha gənc, çoxlu elçilər düşər. Gözəlliyin qoysaq xasiyyət cəhətdən Niyə xasiyyət də pis, Nə? soyuq qız idi sən prosta. necə deyim? Də mami işiniz var, dədi işiniz var. Bayaqdan özün sayırsan da. İndi də keçdi tərifləmək, niyə istəmirsən? Ay gözəl, nə Hətta savadlı, dedim gözəlliyi ağıllı, qoydum qırağa. Bir dənə qoydum onu. savadlı, ağıllı, intellektual birikimi olan bir qadın idi. Niyə istəmirsən Neyse, ki? nə Yəni gözləsəydi, nə? Necə bir qız olsa sevərdim. 5 hərfli. Gözəl. Necə bir qız olsa sevərdim Bihter'i.
düşüncə tərzinin Düşüncəsi yaxşı idi də. Düşüncə Ağıllı tərzi məndən tutuşsa. Hə, səncə Cemilə mən qışqırmasın. belə necə deyim də? Məsələn, Mami dedi ki, bir moment sonra yadına salıb güləcək bir potensialda biri olsaydı, yəni ki də bunlar real deyil, keçmişdi. Mən bu belə şeylər mənim xarakterimi, Terapevtə aparsa Necə realda? Vallahi. Terapevtə aparsa. Şey yoxdur, gərək xəstəsini Realda alıb axı düzəlmiş. anasını görür, atasına xəyanət eləyir, atası bu səbəbdən infarkt keçirir realda axı. Bunu nətər atlatsın qız? Yəni terapevtə O da ehtiyac. terapevtə Deyir ki, ehtiyacı var. İndi prosta getsin də məndən qabaq getsin. Elə şey var. Yəni mən Bihter səhv elədi adını bilməkdən. Gözəsək daha yaxşılar çıxardı. Yəni necə deyim, insan düşüncəsi elə bir şeydir ki, real həyatda təcrübə qoyanda yaxşı nəticə almadığın fərqinə varırsansa bir moment Amma sonra. gerçi də 25 yaşı var səhv elədi. 25 mən bu dəqiqə məsələn 25 yaşım fikirləşəndə elə dağılı değildim. Sən İndi də deyiləm. deyildin. Hə, sən bəs Ruslan, sən neçə yaşın var? Mənim 26 keçən 26, il. keçən il. ildim mən qəşəng. Gecə var. Yaxşı gəlir. 25 Aha, Aha, təsəvvürüm, yox bir dənə təsəvvür təsəvvürün edirəm. 25 yaşınız var və həyatınızın böyük bir travmasını yaşayırsınız. Yəni hə. Mən 25 yaşım travma Onu- yaşadım. Koronavirus düşdü. Travma idim mən. Nə yaşadın? Nə Koronavirus. Hə. Ha, Vay vay vay. 2020. Travmalı yəni. Bizim də Travma. Biz də travmalı gənclərik. Hə, yəni koronavirus. Yaşamadık deməyiz. İraq olsun amma Bihter'in travması. Yox, bitdi mi sözlərimiz? Nəsihətlərimizi də Bitdi. verdik aşkı məmnun izləyicilərinə ki, Ya da izləməyicilərinə. ağılla, məntiqlə hərəkət eləyin. Sonra nəsə var idi? Bayaq elə bir istədim bir mövzuda nəsihət. Niyə tövsiyə trend olur Nəsihət, deyirdim. tövsiyə. Şey kommentdə yazar. Yadımdan Nəsihətlərinizi, tövsiyələrinizi də yazın. Belə sual verək tamaşaçılarımıza. Sən Bihter'in yerində olsa nə edərdin? Bəhlə təslim olardan yoxsa rədd eləyərdin? Yazın. Kimi günahkar hesab edirsiniz? Əsaslandırın, yazın orada uzun. yazın. Aşağıda qırğın düşəcək. Peker yazmayanın kommentlərini silirəm. o bir də yazanlara günahkarın əmin içində. axşam zəng elirsən. O bir də günahkar üçün PKR seçib. Yəni günahkar bu qədər böyükləri var idi. Ən son zərbənin Peker vurdu deyə ona bir qıcıqım. Şeydən Bir də var. şeydir də, yəni məsələn mən Adnanı əsas günahkar hesab edirəm, amma Adnanla Peker heç kəs günahkar hesab eləmir. Mən ona Adlanı qıcıq mən hesab oluram. edirəm. PKR demə. O şeyə kurulub, o aktyora kurulub. O Mustafa'nın anası olaraq ona zəhləsi deyirdi. Ha, doğrudan Mən elə. söhbət eləmişdim onunla. Aa, Deyirdi, bu şey Zəhmət Maydevrandan ya, zəhləsi. ha, Şeyi Maydevran, də, adı yadımdan çıxdı. Məryəmci idi. Hə, mən Hürrəm. Məryəm Hürrəmci idi. Məryəm düşüm də təzə olacaq. Hürrəmin maması Canım adı Hürrəm. Məryəmdir də həyatda. Gələn səfər Hürrəmdə Üzərinə. danışarıq. Danışaq onu. Yazın kommentlərə. Onda mən O susmayacağam. temada. Onda mən susmayacağam. Sağ olun. Bizi izlədiyiniz üçün çox sağ olun. Nə Bizi deyim? izləməyə davam eləyin. Sağ olun, bay bay. Davam edin deyəndə indi başlayıb. Davam eləyin də, yəni sonra da. İndi deyin, sonra deyin. Bizi izlədiyiniz üçün təşəkkürlər Amprotax izləyiciləri.